Nəyə baxmışam? Bizim Təhsil Nazirliyi təsadüfən xəbərdə qabağıma çıxdı. Təhsil Nazirliyi yazır ki, bəs gözümüz aydın Rus məktəblərində Azərbaycan dilinin saatını artırırıq. Allah sənə rəhmət eləsin, ay Mirzə Ələkbər Sabir. Allah sənə qəni-qəni rəhmət eləsin. Əcnəbilər göydə əyri planda gəzir, biz hələ avtomobili minməyirik. Mənim Təhsil Nazirliyinin dediyi sözə bax. Sənin Allah yolunu yıxsın. Cəmaət yapay zəka düzəldir. Sən hələ Rus məktəbindəki Azərbaycan dilinin saatını artırmışıq. İnanarsan. Bax, onlarına baxanda bir valideyn olaraq da benim bağlarımızı qoyuram qabağıma, ağlayıram. Ki, gör kimlərin əlində qalmışıq. Gör günümüzə, saatımıza bax. Gör təhsilimizə bax. Bir fikirləş, papanı qabağına qoy, fikirləş də. Bir oğlun kamilliyi nə ilə? Axşam haqq hesab edir ki, mən bugün neyləmişim? Biz sən içinə bir şey qoy ki, bu boyda pul ayırmışam, dövlətin büdcəsindən, nefti qutarır. Bu təhsilin axırı nə yerdədir? Nə yerdədir? Sən təhsili, institut qutaranların nə yerdədir? İşi var, gücü var. Ya oxumağı nə gündir, məktəblərə nə gündir? Bax, bu bizim bərbad bir vəziyyətimizdir. Ona görə uşaqlara demək istəyirəm ki, əziz uşaqlar, açın qulağınızı sırğı eləyin. Atanız, ananız 5 günlük, 3 günlükdür. Sizə heç kimdən hara yox. Heç kimdən. Siz mənə onsuz da ki, eşitməyəsiniz. İnsan elə bir məxluqdur ki, illah da biz elə bir məxluqdur, bizim millət. O, başı daşa dəyəndə ayılır. Başı daşa dəyəndə ayılır. Elə uzaq yox, 5-6 ildən sonra mənim sözümü yadına salarsınız. Deyərsin ki, belə bir müəllimə var idi, belə bir xanım var idi, mənə belə bir söz deyir. Bugün o telefonlar ki var, başınızı soxursunuz içine, bu baş onun içindən çıxmır. O telefonlar bir tuzaqdır, Türk sözü demiş. Mən o telefonlarda oyun oynuyorsunuz. O oyunu hazırlayan adamın xarakteristikasına baxdım. Bir fəhlənin oğlu oxuyub gedib gece gündüz yatmıyor. Oxuyub getdi Google'da işlədi, Google'dan gəldi, borsaya gəldi, Çində də iqra oyun icad elədi təbəqəli insanlar üçün Temo'da belə bir sistem düzəltdi və bu dünya üzrə işləyən bir sistemdir. 50 milyard dolar. Milyon yox ha, 50 milyard. Siz təsəvvür edin ki, sizə o başınızı telefonun içində, o iqranın içinə soxan oğullar var. Gece onların gece de pul gətirir. Amma sizin atalarınız, analarınız içi də mən qarışıq. Gece saat 2'ye qədər dərs keçirəm. Gece saat 2'də tələbəm zəng eləyir, mən ona dərs başa salıram. Halal olsun, söhbət onun nəyin qazanıb qazanmamağından deyil, nə iş görməmdən deyil. Biz belə işləyirik. Sənin də başın telefonun içində. Bax, telefonu icad edən oğlan elə pul qazanır. Sənin atan, anan da mən qarışıq. Gece saat 2'ye kimi, gündüz də işləyirik, gece də işləyirik. 10 milyardda birini qazana bilmirik. Söhbət o puldan getmir, söhbət sənin özünə verdiyin dəyərdən gedir. Sənin o düşdüyün tuzaqdan gedir. Söhbət ondan gedir. Amma sən bilmirsən ki, o telefonun içində 2 dənə yolu var. Biri səni bax belə, üzr istəyirəm ifadəmə görə, dönə-dönə, o pis qadınlar olur, yolun qırağında bəzənir dururlar. O ağılsız kişilərimizi yoldan çıxardar. Bax, elə bir tuzaq var, elə bir yol var, biri də bilimin yolu var. Sən o internetin içindən, o telefonun içindən bilimin yolunu seçmirsən. Bu bəzəkli, düzəkli, aldadıcı yolu gedirsən, o da çox gedə bilmirsən. Gəlirsən 4 ildən, 5 ildən sonra fəhləlik də verən yoxdur. Onu da vermirlər. İşlədirlər, pulunu vermirlər. Məktubadın hambalı kimi. Bax, o vəziyyətə düşürsünüz. Bizim gəncliyimiz budur. Mənim sizi alçaltmaq kimi bir fikrim yoxdur. Dostoyevskinin bir yaxşı kələmi var. Deyir, biz insanlar ömrümüzün yarısına qədər səhvlər buraxırıq. Sonra da o səhvlərin peşmançılığını yaşayırıq. Mənim əziz gənclərim, sizin durumunuz budur. Mən bunu sizə deməkdə məqsədim odur ki, özünüzdən başqa sizə heç kim kömək yoxdur. Heç kim kömək yoxdur. Allah sizə yol göstərir, amma siz o gözünüzü bağlayırsınız. O sizə oyunla pul qazanan oğlanlar ki var, milyardları qazanar. Yatanda da bayaq. Yox, sənindir, seçirsin. Mən sənə bir söz deyə bilmərəm ki. Onsuz da ki, eşidən deyilsiniz. Biz belə bir varlığıq ki, öz səhvimizdən nəticə çıxartmırıq axı. Valla ona görə də bu telefonu əlinizə alanda məni yadınıza salın. Yadınıza salın ki, 5 ildən sonra məni burada nə gözləyir? Sizi heç kim həyatda xilas eləmir. Heç kim. İndi Allahın böyüklüyünə şükür mən
tələbələrim var, o tələbələrlə mən bunların hamısının dərsini keçəcəm. Yəni məcburdur onlar, mən bütün gün dərs keçirəm, valideynlərin əksəriyyəti uşaqlarına telefon almağa məcburdur. Sən o qaranlıq yolu seçmə. Bu gün o yolun qırağında duran o pis adamlar kimi o yolu seçməklə ki, Allah uzaq eləsin, məcazi mənada deyirəm. Sən də mənim evladım. Dərs verirəmsə, o tələbə artıq mənim evladımdır. Ailəsindən qabaq ona mən cavab deyəm. Çünki mən öhdəçilik götürürəm ki, sənin uşağının xarakterin üzərində işləyəcəm. Yəni müdür insan yetişdirəcəm. Nəinki bilimli. Bilim şərt oynamır ki, bu instituta girənlərə də aid elə hesab eləməyin kimisi. Yox. Əgər sən o sənəti bir yerdə daşıya bilmirsənsə, hayf çəkilə nə deyə bilərəm, əziz gənclərim? Gedin, papanızı qoyun qabağınıza fikirləşin. Gedin, ya 4 ilinizi, 5 ilinizi əziyyət çəkin, qarşınıza məqsəd qoyun. O məqsədə pillə-pillə qalxın. Bugün özünüzə yatırım eləyin. Bugün özünüzə o çəkdiyiniz əziyyətdən ləzzət alın ki, bu mənim üçün gələcəyimə qoyduğum bir yatırımdır. Ya da ki, gedin özünüz üçün telefonun içində o valideynləri anlatmağa çalışın, məşğələlərə verilən xərcləri, yəni məcazi mənada bizim dildə demiş, göyə sorun, axını da bilin ki, görünədir. Həyat budur. Çox da gec deyil. O gün elə də uzaqda deyil. O sizə bu elədiyiniz boşluqların, bu elədiyiniz həyatınıza qarşı elədiyiniz laqeydliyin, gələcəyinizə qarşı elədiyiniz laqeydliyin bir dənə cavabı var. Həyat bumerang effektidir. Ələxüsus da bu 11-ci sinifə qədər. 11-ci sinifə qədər bumerang effektidir. Nə eləyərsən qarşılığı sənə 10 qat qaytarır. Zəhmət çəkirsən, əziyyət çəkirsən, qarşılığını sənə 10 qat qaytarır. Hörmətsizlik eləyirsən, oxumursan, gələcəyini qurmağa meyilli deyilsən, yaxşı olmayan ətrafına qoşulursan, ata-ananı incidirsən, o da sənə əzabını, əziyyətini keç, elə də uzaqda deyil, əzabını sənə 100 qat ödədir. Seçim özünüzündür, seçim. Bu qədər başqa mən sizə işlə deyə bilmərəm. Və əlinizi o telefonu alanda mənim sözlərimi yadınıza salın.